Davam edirik. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış planlı şəkildə davam etdirilir. Bugün Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə, yəni 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə, yəni 68 nəfər köçürülür. Şükürlər edirik Ağdam rayonunun Sarıcalı kəndinə köç edirik bu günlərim. Mən hamını təbrik edirəm. Xocalıları, Ağdamları, Kəlbəcərləri, fərqi yoxdur. Azərbaycanımızın hər tərəfi. 33 ildir ki, biz nələr çəkmişik, yəni bir Allah bilir. Yəni çətinliklər çox olub. Dövlətimiz də sağ olsun, arxamızda durub daimi. Bu günü gözləmişik, ağlaya-ağlaya. Amma yenə də dedim mən, yəni gülə-gülə də gedirik. 25 yaşında oradan çıxdığımda, 92-də, 2 uşaqla. Həyəcanlıyam. Öz elimi Obama gedirəm. Təşəkkür edirəm prezidentimizə, qazilərə, cansağlığı, şəhidlərə. Allah rəhmət eləsin, analarının qabağında baş əyirəm. 2 övladla çıxmışdım. İndi nəvə ilə gedirəm.